Nə qədər ki siz dərslik müəllimsiniz, xahiş edirəm mənim dərsliklərə şeirlərimi salmayın. Siz o türkü şeirinə aydınlıq gətirin. Sənin məşqçin türkü olsa. Bu sizə bu uşağa hansı estetikanı verir? Məşqçin türküdür. May onu deyir. Dovşan şeirinin madi, cavanlığım şeirin madi. Burada hansı estetika var? Qəşəng müəllim, dinləyək. Mən 40 ildə ədəbiyyatla məşğulum, bu nətər anlada bilər mən? Fikirlərinizi səsləndirin. Mən şeirin içindəyəm. Rafiq müəllimin cavabını. Mən poeziyanın içində, demir axı. Demir axı, desin ki, türkü şeiri... Desin ki, türkü şeirinin tərbiyəvi əhəmiyyəti nədədir? Bax, onu madis. Buyurun, söz sizdədir. Hə, deyil, türkü şeirinin əhəmiyyəti nədədir? Mən sözsüz ki, belə bu cür ittihamla belə deyilən şeyə cavab verə bilməyəcəm. Ancaq bir dənə faktı deyim ki, Qəşəng mənim kitabını gətirdi, öz gözəl şeirlərini. Xahiş elədi ki, onu dərsliyə salım. Mən oradan dərsliyə salınması şeir tapa bilmədim və ondan sonra Qəşəng müəllimin mətbuatında... Ay qardaş, bu türkü şeirini yazanlar mənim şeirimi seçə bilməzlər axı. Qəşəng müəllim, gəlin bir-birimizi dinləyək. Ay, bu türkü şeirini aydınlıq gətirsin. Dinləyək. Desin ki, bu şeirin, müəllim, siz də təhsil üstündə işləyirsiniz və birbaşa cavabdeh sizsiniz bu məsələlərə. O türkü şeirin şagirdə aşıladığı estetikanı, tərbiyə və əhəmiyyəti maddi. Bax, bundan danışın. Türkü şeiri yazılan dərslik təhsil üstündə dəxli yoxdur. Bu bir, ikinci... Niyə yoxdur? Siz indiyənə... Yox, olub. Bu veriliş olmuyor, bu veriliş indi gəlir. Bu veriliş indi gəlir. Müəllim, bilmədiyi şeyi danışmır. Təhsil institutu 4 ildir dərsliklə məşğuldur. Siz neçənci ildən danışırsınız? Yox, olsun. Sən bir müəllimsən, bir şəxsən, sən bir Azərbaycan vətəndaşsan. Burada bir estetika görürsən. Nə lazımdır deyəcək. Desin, türkü şeiri haqqında desin, bir də cavanlığım şeiri haqqında desin. Valla bu... Elə bir ittiham oldu türkü şeiri. Siz ədəbi fakta cavab verə bilmirsiniz, amma nəzəri məsələlərdə danışacaksınız ki, biz nə keçirtdik, belə getdik, səyyar, planar iclas keçirtdik, neynədik, müəllimləri Qəşəng topladıq. müəllim, lütfən, fikirlərinizi səsləndirdiniz, indi biz Rafiq müəllimin fikirlərinə tanış olaq. O cavanlığım şeirdən türkü şeirini aydınlıq gətirir ki, Qəşəng müəllim, siz səhv başa düşmüsünüz, bu şeirin çox böyük vətənçilik, dövlətçilik, idmançılıq əhəmiyyəti var. Siz bilməmisiniz. Onu mənə aydın izah. Qəşəng müəllim, dediyiniz şeir neçənin sinifin dərsliyindədir? Ay qardaşlar, belə 7-ci sinifin. 7-ci sinifin dərsliyində. 7 deyil o. Qardaş, hər kimin dərsliyindədirsə, şeirin özü başda nə qədər yox, siz faktlarla demək istədiniz, biz də dəqiqləşdirmək üçün cavab verdik. Sənin məşqçin türkü olsa, mən də bir bək qaçardım. Gəlin o zaman cavabı dinləyək. Siz cavab verin, verin görək. Mən 1-ci sinifdən 9-cu sinifə qədər dərsliklər üzərində işləmişəm və yüzlərlə mətnlər üzərində işləməli oluram da. Orada 2 şeir səsləndirdi. Mən yəni belə duya bilmədim, orada qüsur nədəndir. Ancaq indi deyir ki, türkü şeirindəki estetikaya cavab vermir, orada dövlətçiliyi axtarır və s. Bu, Azərbaycan dili dərsliyidir. Biz Azərbaycan dilində hər hansı bir şeir verə bilərik ki, yalnız cümlədə söz sırasını yoxlayaq. Bir şey verə bilərik ki, yalnız bir frazeologizmi göstərək uşağa ki, oradan keçək dil qaydasına, leksikaya və s. Söhbət həmin şeirin kimin yazmağından getmir, başa düşürsünüz və onun yüksək estetikasından da getmir. Mən ədəbiyyat dərsliyi müəllifi deyiləm. Siz dili korlama xatirinə, bir frazeoloji birləşməni göstərəcəksiniz ya, orada dil korlanacaqsa, qafiyə korlanacaqsa, heç bir fikir ifadə edilməyəcəksə, o qadın o şeiri var ya, cavanlığım şeiri, gətirib 7-ci sinifin qabağında qara gözlüdən uçdu getdi cavanlığım, görən nə oladı, qürbətlər zadıymış. Bu şeir, o qadın, şagirdlərin yanında ümumiyyətlə cavanlıqdan şeir salmaq mümkündürmü? Aif deyilmi? Nəyə görə nətər sən salacaqsan ki, gəlib cavabına özü qara gözlü cavanlığım. Bu şeirdir. Mən də sana deyirəm ki, bu şeirdə frazeoloji birləşmə deyirsən, onu tap deyim bana. Və idiomatik ifadə deyirsən, onu tapmadı. Burada nə vətən var, nə vətənçiliyi var, nə tərbiyə var, nə etika var, nə estetika var. Bu uşaqların zövqünü koruyur, şeir zövqünü koruyur. Harada qafiyə öyrənmişsə valideyindən, qafiyəni koruyur, heç bir qafiyə deyil.